Necə gözəl, deyilmi? Akasiya çiçəyi. Hər kəsə salam olsun, hər vaxtınız xeyir olsun. İnsan həyatda həmişə demişəm, hissləri ilə, duyğuları ilə, emosiyaları ilə yaşayan varlıqdır. Nə qədər məntiq, ağıl desək də bizdə hər hansı bir hadisə, hər hansı bir insan, hər hansı bir hal nə ilə daha çox yadda qalır? Emosiyalarla. O hadisə bizdə hansı pozitiv, hansı negativ emosiya yaradıb və o cür hadisələr, insanlar, nəsnələr çox yadda qalır və bu sahədə ən çox da təsir edən bir amil qoxu, ətirdir. Yəni ətir, qoxu, ətirləri sevməyən məncə olmaz. Mən ətirli yağları ümumiyyətlə çox sevirəm və ən çox sevdiyim ətir də yasəmən ətridir. Elə öz adımda olan çiçəyin ətri və bu ətri çox çətinliklə tapıram. Çünki çox insan yasəmən ətri deyəndə tam başqa qoxu verən ətirləri məsləhət görürlər. Yenə yasəməni başa düşmək olur. Çünki yasəmən çiçəyin müxtəlif növləri var. Müəyyən ətir qoxusunda çalarlar ola bilər. Amma gəl ki, ikinci yerdə xoşladığım ətir akasiya çiçəyi ətridir. Böyük qızım, ümumiyyətlə böyük qızım üçün o birinci yerdə durur. Amma biz onu tapmadıq. Hətta Türkiyədə belə tapmadıq. Tam ayrı qoxu verən ətirləri gətirib göstərirlər. Mən başa düşmürəm. Yəni mən həqiqətən akasiyanın qoxusunu bilməsəm, hər hansı bir insan gəlsə mağazaya, tutaq ki, parfumeriyada işləyirəm, mən o insana o çiçəyin o qoxunu verən, heç onun adı da olmayan başqa bir ətri tövsiyə edə bilmərəm. Çünki insan bir şeyin mahiyyətinə enmədən onu tövsiyə edəndə, onu insanlara yeridəndə o insana güvən də itir və akasiya çiçəyinin qoxusu qədər gözəl qoxu bəlkə də çox az tapılar, amma onun ətrini də biz ümumiyyətlə tapmadıq və kim həqiqətən akasiya çiçəyini qoxuluyubsa və onun, belə deyək, ətrini həqiqətən bilirsə və belə bir ətrin harda olduğunu bilirsə, aşağıda rəy yerinə yaza bilər. Beləliklə, sizə akasiya ətirli, akasiya qoxulu bir həftə arzulayıram və xoşça qalın deyirəm.